Dəyərli izləyicilər, iş adamı Şərurlu İsfəndiyar bir müsahibə verib, bütün Azərbaycan ayağa qalxıb. Mən bilirəm, o tez-tez danışır və hər dəfə danışanda da Azərbaycanda, ictimaiyyətdə, fikir adamlarının arasında ciddi müzakirələr baş verir. Bu dəfə isə özünün uğur hekayəsindən danışıb, amma elə bir tərzdə danışıb ki, dəyərli izləyicilər, alimlər başda olmaqla, yaradıcı insanlar başda olmaqla, yəni düşünən insanlar başda olmaqla, əziyyətlə pul qazanan insanlar başda olmaqla hamını pəjmürdə edib. Bilməyənlərin nəzərinə o müsahibənin kiçicik hissəsini sizin nəzərinizə çatdırım, mənim də deyəcəklərim olacaq. Mən hərfləri tanımıram, yazı yaza bilmirəm. Mən neynəməliyəm? Getdim intuisdə bir otaq götürdüm. Bir 10 nəfər çox savadlı adamlar götürdümsə, ən yüksək savadlı adamları. Bunlara dedim ki, gəlməyin mənimdə işləyin, sizə 10-15 min dollar ayda maaş verir. 20 min dollar maaş. Hər birinə. Hər birinə. Doğrudan da işi qurdum, elə qurdum ki, iş elə gedir ki, bilirsən, avtomat. Mən oturmuşam, çoban başda. Amma alimlər də işləyir. Gördünüzmü necə gülür, necə ürəklə gülür, qəhqəhə çəkərək gülür. Çoxunuz indi hesab edirsiniz ki, sadə adamdır, fikir və necə təmiz adamdır, özünə çoban deyir, özünü çoban hesab edir. Amma burada çox incə bir nüans var, dəyərli izləyicilər. Əgər ortada bir çoban varsa, çobanın otardığı bir qoyun dəstəsi də var. Bəli, indi mən çobanam deməklə əslində özünün çox sadə olduğunu demir. Dolayısıyla həm də təhqir edir yanında işlətdiyi adamları. Birinci məqam budur, mənim diqqətimi çəkən bu. İkinci bir məqam odur ki, çox belə sanki Azərbaycan insanın yaddaşı sıfırlanıb, bizim heç xəbərimiz yoxdur ki, Şərurlu İsfəndiyar necə gəlib bu piyasaya, bu bazara, necə inkişaf edib onun biznesi, nələr baş verib, ki, biz unutmuşuq. Yəni mətbuatda olan, 30 il mətbuatda olan insanlar belə çox gözəl xatırlayırlar ki, Şərurlu İsfəndiyarın biznesinin inkişaf eləməsinin səbəbi nədir? Dövlət ona necə, nə zaman, hansı belə deyək də mərhələdə qapılar açıb üzünə, bağlı qapıları onun üzünə açıb, Şərurlu ad belə hər şeyi deyir. Naxçıvanlara yaradılan şərait zamanında onun biznesi necə inkişaf edib və s. Ona görə də bunu heç kəs özünün uğur hekayəsi kimi qələmə verməsin bir zəhmət. Hə, yazıb oxumaq məsələsini bacarmıram, onu yalan deyir. Bu ölkədə ümumiyyətlə yazıb oxumağı bacarmayan adam yoxdur. Sadəcə o özü qəsdən elə deyir ki, özünü sadə göstərməyə çalışsın və yaxud da ki, öz uğur hekayəsini şişirtsin və s. Ortada uğur deyə bir şey yoxdur, mənim fikrimcə. Ortada yaradılan şərait deyə bir şey var. Azərbaycanda çoxlu başında işləyən insanlar var, qabiliyyətli, savadlı insanlar da var. Amma bəzən qapılar bağlı olur. Gəlin bunu etiraf eləyək. Amma İsfəndiyar bəy üçün qapılar hər zaman açıq olub, dəyərli izləyicilər. Amma gəlin, bax mənim kompüter qarşımdadır. Sizin də əlinizin altında telefon var. Gəlin Şərurlu İsfəndiyarla bağlı axtarış verək. Gəlin axtaraq görək bu günə qədər bu adam Azərbaycanın tarixində nə kimi hadisələrlə yadda qalıb. Mən xatırlayıram, bir evi 5 adama satmaq. Tikdiyi binanın liftinin qırılması ki, lift qırılanda demişdi ki, 150 kiloluq arvadlar minirdi liftə, ona görə qırılmışdı. Yəni bunda belə deyir o üstə çıxmaq məsələsi var da, qabaqdan gəlmişdi eləmək məsələsi var ki, onu hər zaman eləyirdi. Yəni mən bunu anlaya bilmirəm ki, yəni biz baxanda onun hekayələrinə ki, nə eləyir? Yəni yaşıllığa qənim kəsilən adam, evlər tikmək üçün yaşıllığı məhv eləyən adam, mənzili bir neçə adama satan adam, bankdan götürdüyü krediti qaytarmadığı üçün məhkəməyə verilən adam və s. və ilaxır. Yəni bütün bu detallar onun hekayəsində yer alır. Ona görə də özünə heç vaxt çoban deməsin, çoban dediyi heç bir şey, onun dediyi heç bir şeyi eləmir. Və üstəlik də çobanlar mən bildiyim qədərilə çox səmimi olurlar, dəyərli izləyicilər. Çoban görmüsünüz, çoban görmüşəm, danışmışıq, hamımız bilirik. Onlar çox sadə, onlar çox səmimi, onların bir tikə çörəkdən, evinə aparacağı bir tikə çörəkdən başqa fikri olmayan adamlardır. Çoban bir tikə çörək barəsində düşünür, Şərurlu İsfəndiyar isə çörəyin sexləri barədə və nəinki sexi, sex şəbəkəsi barədə düşünən adamdır. Ona görə də o qədər də bizə gəlməsin el dilində desək. Diqqətli bir məqam isə ondan ibarətdir ki, yəni bax biz də deyir ki, məsələn özünü Trumpla müqayisə eləyir. Çox qəribə bir əslində havalarda deyə bilmərəm nəyə görə onu bu əhval-ruhiyyə yükləyiblər və yaxud da özü-özünü yükləyib. Yəni heç kəs onu düşünməsin ki, yəni bu öz başına hər şeyi edib dediyim kimi. Nəyi varsa hər şeyə görə də bu xalqa, bu dövlətə, bu millətə minnətdar olmalıdır bir mənalı şəkildə. Üstəlik də ki, siz bu günə qədər Şərurlu İsfəndiyar, az öncə mən dedim, gəlin Google-da axtarış verək. Gəlin Google-da axtarış verib bir də baxaq, maraqlanaq görək ki, xeyriyyə işləri varmı? Nə qədər xaricdə tələbi oxuturub? Hə, özünün uşaqları, nəvələrini oxuturub, danışır, deyir, Amerikada oxuyublar, gələcəklər, iş başına keçirəcəm onları və s. və ilaxır. Şəhid ailələri olsun, qazi ailələri olsun və yaxud müharibə veteranları
veteranları olsun və yaxud müharibə dövründə həmin ailələrə yardım məsələsi olsun və s. və bunların hansı birində siz Şərul İsfəndiyarın adını görmüsünüz? Əmin olun ki, onu eləsəydi dərhal onu reklam eləyərdi. Amma eləməyib, demək ki, onun əsas məqsədi o dediyi o çobanlığı eləməkdir. O çobanlığı eləyib də onu öz mənafeləri daxilində reklam eləmək, amma yanında işləyən insanları da dediyimiz kimi həm də təhqir eləməkdir. Alimlərdən faydalanır adam. Deyir, alimləri yanımda işlədirəm, filan qədər pul verirəm, getdim oturdum turistə filan. Düzdür, deyən yoxdur ki, o pulların mənbəyi hardan? Necə oldu sən birdən-birə bir alimə 2000 manat, nə bilim 5000 manat, 10.000 dollar falan verəcək qədər pulu hardan aldın? Əsas məsələ oldu. Nə ilə, hardan? Onu soruşan yoxdur onun, amma yəni keçək bundan. Digər bir tərəfdən isə, baxın, bu var dövlətini qazanandan sonra o alim dediyi kateqoriya var ha. O cür alimlərin yetişməsi üçün nə edib? Gənclərin oxudulması, o türklərdə var axı, burs vermək deyirlər. Məsəl üçün biz özümüzdə təqaüdlə oxuyan tələbələr ordusu vardı, dövlət təqaüdlə oxuyan var, xarici fondlardan təqaüd alıb oxuyan tələbələr var. Məsəl üçün hansı tələbəyə təqaüd verib bu günə qədər? Neçə dənə tələbənin xaricdə oxudub? Öz uşaqlarını qoy qırağa, öz uşağını hamı oxuda bilər. Amma milyonersənsə, Forbes-in siyahısında qeyri-rəsmi də olsa adın varsa, yəni sən o siyahıda ola biləcək qədər potensiala maliksənsə, ən azından bu işləri görməlisən. Xeyriyyə ilə məşğul olmalısan, kitabxanalar yaratmalısan, universitetlər açmalısan, xaricdə tələbə oxutmalısan və s. Eləlik gülməklə deyil. Ona 10.000 verdim, buna 5.000 verdim, oxutdum. Elə bir şey yoxdur. Həm də bu işi görəcək, bu işi görmək üçün həm də ürəyin olacaq deyirəm mən. Yəni yoxsa ki, bu hekayəni bu cür təqdim etmək heç də dediyim kimi xoş bir şey deyil. Həm də çox aşağılayıcı bir şeydir. Mən ən çox yadıma nə düşür? Az öncə də qeyd elədim. O vaxt bir binası var idi, ya da bir ev var idi. Lifti Xətai rayonunda idi, səhv etmirəmsə, Xudu Məmmədov küçəsində yerləşən bir MTK-nın, Şərur MTK-nın yaşayış kompleksində lift qırılmışdı. Xatırlayırsınızmı? Ötən ilin təxminən 2024-cü ildə idi. Bəli, 2024-cü ildə idi və orada 8 nəfər, 5-i qadın idi. Demək, 3-ü isə kişi olmaqla xəsarət almışlar və onlardan 7 nəfər də Sabunçu tibb mərkəzinə aparılmışdı. O vaxt bundan soruşdular ki, nədir, nə məsələdir? Dedi ki, liftin qarşısında yazılıb ki, lift 4 nəfərlikdir dedi. Və onlar isə 8 nəfər miniblər. Özdə liftə minən qadınlardan birinin 150 kilo çəkisi var idi. Zorla sığışıblar. Liftin də yük götürmə qabiliyyəti var 2 qat. Bəlkə də 3 qat yüklənib, kiməsə qonaqlıq veriblər ki, keyfli olublar. Nəticədə də belə bir hadisə baş verib. Mən belə deyək də, bax bu Şərul İsfəndiyar deyəndə nəyə görsə yadımda bax bu hekayə qalır. Gülə-gülə dediyi açıqlamaları xüsusi olaraq yadda saxlamayın. Yadda saxlayın o liftə minən qadınlardan birinin 150 kilosu olub sözünü. Bax bu Şərul İsfəndiyar da dəyərli izləyicilər. Biz gülürük, danışırıq, amma onun dediklərinin arxasında məncə Azərbaycan xalqına ən böyük təhqirlər silsiləsi var. Bunu nəzərə almaq lazımdır.